Bir daha axşamınız xeyir olsun müəllimlər. Bugün sizinlə inşallah orta sürət, qayıq çay məsələləri, eskalator sərnişin məsələləri, bunlara ətraflı toxunacağıq inşallah. Səs, görüntü, hər şey normaldır sizlə? Bəli, müəllimə. Lap yaxşı. Bəli. Lap yaxşı. Ümid edirəm ki, dərsimiz hər biriniz üçün faydalı, yararlı olar inşallah. Deməli, gəlin başlayaq o zaman. Mən mövzunu izah edəcəm müəllimlər. Zəhmət olmasa hər kəs mikrofonunu bağlasın. Dərsin sonunda mən sizə sual ünvanlayacağam inşallah. Onda hər kəs başa düşmədiyi qaranlıq qalan hissələrə sual verər, aydınlıq gətirərik. İlk öncə gəlin başlayaq orta sürətdən. Orta sürət nədir? Deməli, cisim bərabər zaman fasilələrində müxtəlif yer dəyişmələr icra edərsə, belə hərəkətə dəyişən sürətli hərəkət deyilir. Dəyişən sürətli hərəkətdə sürət sabit qalmadığına görə orta və ani sürətdən istifadə olunur. Biz bilirik ki, sürəti tapanda nə edirik? Ya ümumi sərf olunan, ümumi gedilən yolu ümumi zamana bölürdük və yaxud da ki, ümumi yer dəyişməni ümumi zamana bölürdük. Deməli, müəllimlər, orta sürətdə indi yazmışam sizin üçün düstur. S ümumi bölünsün T ümumi. S ümumini məsələn biz biraz daha belə bölə bilərik də. Yəni S1 yolun S1, S2, SN hissələri və yaxud da ki, zamanın T1, T2, TN hissələrində ümumi gedilən yolları toplayıb ümumi sərf olunan zamanlara böləcəyik. Orta sürət, müəllimlər, biz iki cür hesablayacağıq. Bir var yola görə orta sürət, bir var yer dəyişməyə görə orta sürət. Yola görə orta sürəti tapanda, baxın burada yazmışam. S yol bölünsün T. Yer dəyişməyə görə orta sürəti tapanda isə S yer dəyişmə bölünsün T, yəni sərf olunan zaman. Burada belə bir qeydimiz olacaq sizlə. Yola görə orta sürət heç vaxt sıfır ola bilməz. Çünki biz bilirik də, yol ancaq müsbət və skalyar kəmiyyətdir. Nə mənfi ola bilməz, nə sıfır ola bilməz, azala bilməz. Ona görə yola görə orta sürətdə heç vaxt sıfır ola bilməz. Yer dəyişmə sıfır ola bildiyi üçün yer dəyişməyə görə orta sürətdə sıfır ola bilər. Bax, bunu unutmuruq. Ən önəmli qeydlərimizdən biridir. İndi gəlin bax bu qeydimizə bir nümunə ilə baxaq, daha da aydınlıq gətirək. Bax, tutaq ki, bizə belə bir nümunə verilibdir. Sürət zaman qrafiki verilibdir. Bizə deyir ki, həm yola görə sürət hesablayın, həm yer dəyişməyə görə. Deməli, həm yola görə orta sürət, həm yer dəyişməyə görə orta sürət. Hər ikisini hesablamalıyıq. Deməli, müəllimlər, yola görə orta sürəti hesablamaq üçün təbii ki, biz ilk öncə yolu hesablamalıyıq. Biz də bilirik ki, sürət zaman qrafikində qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi bizə gedilən yolu verir. Biz də baxırıq ki, bax, bizim bu fiqurun qrafikimizdə, VT qrafikimizdə deməli, qrafik zaman oxu ilə iki fiqur əmələ gətirib. Biri zaman oxunun üstündə bir fiqurumuz var. Baxın, bu fiqur. Rəngləyəcəm, sizin üçün daha aydın olsun. Bax, biri də bu fiqurumuz. İki dənə fiqur var. Bax, bu hər iki fiqurun biz ilk öncə sahələrini tapmalıyıq ki, gedilən yolu hesablaya bilək. Deməli, o zaman bu olsun S1 fiqurumuz, bax, bu da olsun S2 fiqurumuz. Deməli, S1 fiqurumuzu elə burada hesablayıram. S1 fiqurumuz nəyə bərabərdir müəllimlər? Baxırıq ki, bax, yuxarıdakı bu yaşlı rənglədiyim üçbucaqdır. Fiqur üçbucaqdır, düzbucaqlı üçbucaqdır. Biz də bilirik ki, düzbucaqlı üçbucağın sahəsi katetlər hasinin yarısına bərabərdir. Baxıram ki, katetimizin biri 10-dur, biri 4-dür. Deməli, katetlər hasinin yarısı. Onu 4-ə vurduq, 40, 42-yə böldük, 20. S2-ni hesablasaq, yəni aşağıdakı üçbucağımızı. Baxırıq ki, baxın, katetlərimizin biri mənfi 10-dur, biri isə 4 ilə 8-in arası, yəni 4-dür. Böləcəyik 2-yə. Katetlər hasinin yarısı. Bu da olacaq mənfi 20. İndi ümumi gedilən yolu hesablasam, mən ümumi gedilən yolumuz 20 üzərinə gəlinsin 20-dən. Bilirik də, biz yolu hesablayanda və buradakı bu mənfi işarəsinə fikir vermirik. Ədədi qiymət olaraq yazırıq bunu. Deməli, 20 üzərinə gəlinsin 20-dən 40 metr. Bax, bu bizim oldu S yolumuz. Yola görə orta sürəti tapanda neyəcəyik? V orta bərabərdir. S yol bölünsün T. Yolumuz 40 metr deyil. 40 metri böləcəyik. Ümumi sərf olunan zamanımız isə 8 saniyədir. 40-ı 8-ə böləcəyik, olacaq nə? 5 metr böl saniyə.
Deməli, bu bizim yola görə orta sürətimizdir. Axı, eyni zamanda bizə həm də deyildi ki, yer dəyişməyə görə orta sürət də tapın. İndi yer dəyişməmizi bilməliyik də, biz yer dəyişməyə görə orta sürəti tapanda. Onsuz da işim rahatdır. Yəni, mən burada sahələri tapmışam. Deməli, bizim birinci sahəmiz 20-dir, ikinci sahəmiz də -20-dir. Yer dəyişməni tapanda, müəllimlər, artıq biz, bax, bu mənfini nəzərə alacağıq, düzdürmü? S yer dəyişməmiz nəyə bərabər olacaq? 20 üzərinə gəlinsin -20, bu da bizə verəcək 0. Gördükmü? Yer dəyişməmiz 0 oldu. Bax, qeyddə deyildiyi kimi. Dedik ki, yer dəyişmə 0 ola bildiyi üçün yer dəyişməyə görə orta sürət də 0 ola bilər. Deməli, o zaman yer dəyişməyə görə orta sürətimizi tapanda 0 bölünsün 8, bu da verəcək nəyi? 0. Yəni, yer dəyişməyə görə orta sürətimiz yer dəyişmə 0 olduğu üçün orta sürətimiz də 0 oldu. Bax, bu qeydimizə aid nümunəmiz idi. Aha. İndi gəlin müəllimlər, orta sürəti yolun bərabər hissələri üçün hesablayaq. Görək yolun bərabər hissələrində orta sürət necə hesablanır? Bax, tutaq ki, bizim belə bir təsvir göstərmişəm burada sizin üçün. Tutaq ki, deməli, AB yolumuz var bizim, bu bizim AB yolumuzdur. Və bu AB yolunu, deməli, cismimiz, deməli, ümumi yolumuzun uzunluğu S verilib. Ümumi yolumuzun uzunluğu bizə S verilib. Tutaq ki, cisim yolun deməli yarısını, yəni S/2 hissəsini T1 zaman müddəti sərf eləyir, yəni qət eləmək üçün. Yolun digər S/2 hissəsini, yəni digər yarısını getmək üçün isə T2 zaman sərf eləyir. İndi gəlin görək, bax bu T1, T2 zamanlarında yolun bərabər hissələri üçün biz orta sürəti necə tapırıq? Ümumi düsturumuz belədir. V orta bərabərdir. S ümumi bölünsün T ümumi. Və mən də baxıram ki, yolum 2 bərabər hissəyə bölünüb. Ona görə neyniyərəm? Yazaram S1 üzərinə gəlsin S2 bölünsün T1 üzərinə gəlsin T2. Belə deyim də, yolu da elə bil hissələrə böldüm, zamanı da hissələrə böldüm. İndi gəlin biraz düsturu çıxartmaq üçün görək, belə deyək də, baxaq görək necə hesablayırıq. Bax, məsələn, mən baxıram ki, burada mənə S1 üzərinə gəlinsin S2, zaten mənə ümumi S yolunu verir. Yəni, burada işim rahatdır. İndi düşək məxrəcə. Məxrəcdə sərf olunan T1 zamanı var, bir də sərf olunan T2 zamanı var. İndi gəlin görək, bu T1, T2 zamanlarını biz necə ifadə edirik yolla, sürətlə. T1 zamanı tapanda, ümumiyyətlə, T1 müddəti tapanda nə edirik? Yolu sürətə bölürük, düzdürmü? Aha, T1 zamanı olduğu üçün birinci hissədəki yolu, yolun birinci hissəsini böləcəm birinci hissədə sərf, yəni avtomobilin malik olduğu sürətə, yəni hansı sürətlə gedibsə ona. S1 bölünsün V1. Mən də bilirəm axı, burada qeyd eləmişəm ki, S1 yolumu S/2-dir. Yəni mənə şərtdə deyir ki, cisim yolun yarısını, yəni ona görə S1 yolunu mən S/2 olaraq nəzərə alıram. Deməli, o zaman S1-in yerinə S bölünsün 2 yazsam, T1 zamanım nəyə bərabər olacaq? S bölünsün 2V1-ə. Eyni ilə T2 zamanı üçün də S2 böl V2 yazsam, o da olacaq S bölünsün 2V2. Aha, T1-i, T2-ni artıq sürət və yollarının ifadə elədim. İndi gətirək ümumi düsturda yerinə qoyaq. O zaman dedik ki, V orta bərabərdir. S1 üzərinə gəlsin S2 bölünsün T1 üzərinə gəlsin T2. O S1 üzərinə gəlinsin S2 hissəsi mənə ümumi S yolunu verəcək. Deməli, o zaman T1-in T2-in ifadələrində yerinə yazsam, ortaq məxrəcə gətirsəm, ixtisarlarımı aparsam, bax burada orta sürət üçün 2V1V2 bölünsün V1 üzərinə gəlinsin V2 düsturunu almış oluram. Yəni, yolun 2 bərabər hissəsi üçün 2V1V2 üzərinə gəlsin, V1 üzərinə gəlsin, V2 düsturu doğrudur. Əgər yollar bərabər verilərsə, yolun birinci hissəsi, ikinci hissəsi, yəni bərabər olarsa, o zaman bu düsturla, rahatlıqla biz orta sürətimizi hesablaya bilərik. Bu yolun 2 bərabər hissəsi üçün V orta bərabər 2V1V2, V1 üzərinə gəlsin V2 düsturu. Məsələn, ola bilər ki, yolun 3 bərabər hissəsi olsun. O zaman da bax bu düsturla 3V1V2, V3 bölünsün V1V2, üzərinə gəlsin V1V3, üzərinə gəlsin V2V3. Ümumiyyətlə, ümumi halda yazsaq bu düsturu yolun n bərabər hissəsi üçün, o zaman V orta bərabərdir, n bölünsün. Məxrəcdə 1 bölünsün V1, üzərinə gəlinsin 1 bölünsün V2, üzərinə gəlinsin 1 bölünsün Vn düsturu doğrudur. Bu yolun bərabər hissələri üçün olan düsturlarımız. Axı bir də zamanın bərabər hissələri var. Gəlin görək zamanın bərabər hissələrində orta sürət necə hesablayırıq? Yeni də müəllimlər, bildiyimiz düsturda orta sürət nədir? S1 üzərinə gəlsin, S2 bölünsün, T1 üzərinə gəlsin, T2. İndi tutaq ki,
Zamanın bərabər hissələrində, məsələn, zamanın birinci T1 hissəsində, deməli, T1 bərabərdir, T bölünsün 2, T2 bərabər T bölünsün 2. Yəni, zamanın 2 bərabər hissəsində cismimiz ümumi S yolunu, məsələn, ümumi S yolunun S1 hissəsini T bölünsün 2 zamana, S2 hissəsini isə T bölünsün 2 müddətə qət eləyibdir. S1 yolunu qət eləmək üçün V1 sürətindən hərəkət eləyib, S2 yolunu qət eləmək üçün V2 sürətindən qət eləyib. İndi biz bilmək istəyirik ki, ümumi yolda, ümumi S yolunda bu cismin orta sürəti nə qədər olub? Gəlin indi, bax, düsturu yazmışam. Ümumi düsturumuz budur. Bu ümumi düsturu biraz daha belə açaq da, yəni. Deməli, o zaman S1, S2, T1 üzərinə T2 ilə işim yoxdur. Çünki baxıram ki, müddətlər bərabərdir. T bölünsün 2, T bölünsün 2. Bu mənə verəcək ümumi T yolunu. Ona görə məxrəcdəki işimiz rahatdır. Biraz sürət üzərində işləyək. S1 yolunu, yəni yolun birinci hissəsini, S1-i tapmaq üçün neyərik? V1 vurulsun T1. V1-i saxlayıram, T1-in yerinə nə yazıram? T bölünsün 2. Baxın, burada özüm vermişəm. S2-də eyni şeydir. V2-ni yazıram, T2-nin yerinə T bölü 2 yazıram. Çünki müddətlər, zamanlar 2 bərabər yerə bölünüb, bax, 2 bərabər hissəyə bölünüb. Deməli, o zaman yenə V ortanı yazanda S1-in yerinə yazıram V1T bölünsün 2, üzərinə gəlinsin V2T bölünsün 2. Məxrəcdə də T1 üzərinə gəlsin T2 zamanı mənə ümumi T müddətini vermiş olur. Buradan da ortaq vuruq çıxarsaq, ixtisarlarımızı aparsaq, V1 üstə gəlinsin V2 bölünsün 2 ifadəsini və ya düsturunu almış oluram. Deməli, zamanın 2 bərabər hissəsi üçün orta sürət, baxın, V orta bərabərdir. V1 üzərinə gəlsin V2 bölünsün 2 düsturu ilə hesablanır. Bunu belə yadınızda saxlaya bilərsiniz, mənlər, ədədi orta kimi. Yəni, zaman ədədi orta. Əgər zamanlar bərabərdirsə, orta sürət ədədi orta kimi tapılır. Məsələn, 2 dənə sürət varsa, yolun zamanın 2 bərabər hissəsi üçün sürətləri topla, yarıya böl. Məsələn, 3 bərabər hissə verilibsə, topla 3-ə böl. N bərabər hissəsi üçün sürətləri topla, N-ə böl. Bax, bu qaydada yadımıza saxlayırıq. Qeydimiz nədən ibarət olacaq? Yenə dediyim kimi, zamanın bərabər hissələri üçün orta sürət ədədi orta kimi tapılır. Yəni, sürətləri toplayıb sayına bölürük. Bir sözlə, bu cümləni yadınızda saxlayın. Zaman ədədi ortadır. Belə bir cümlə yadınızda saxlayın ki, zaman olanda, zamanın bərabər hissələri olanda toplayın, sayına bölün. Amma yolda diqqətli olaq. Yolda artıq 2 bərabər hissə, 3 bərabər hissə, biraz düsturlar fərqlidir. Mənlər, bu orta sürət haqqında mənim sizə deyəcəklərim. İndi keçək gəlin nisbi sürətə. Ümumiyyətlə, nisbi sürətin tapılmasında 4 həra baxılır. Mən burada hər birini sizin üçün göstərmişəm. Məsələn, birinci gəlin eyni istiqamətli hərəkətə baxaq. Tutaq ki, bax, bizim belə bir ədəd oxumuz verilib. Bax, mən sizin üçün göstərmişəm burada. Bir ədəd oxumuz verilibdir. Ədəd oxunun üzərində x ədəd oxu verilib də. Ədəd oxunun üzərində, bax, bizim, tutaq ki, bir cismimiz V1 sürətindən hərəkət edir x oxu istiqamətində, ikinci cismimizdə yenə V2 sürətindən x oxu istiqamətində hərəkət edir. Yəni, burada qeyd eləmişəm. Yəni, hər iki cismimizin sürəti x oxu istiqamətindədir. Yəni, müsbətdir. Yəni, sıfırdan böyükdür. Deməli, o zaman, ümumiyyətlə, nisbi sürət tapanda biz necə tapırıq? Məsələn, birincinin ikinciyə nəzərən sürəti tapın deyəndə, birincinin x oxu üzrə proyeksiyasından, ikincinin x oxu üzrə proyeksiyasını çıxacağıq. Və burada diqqətli oluruq. İndi mən baxıram müəllimlər, burada qeyd eləmişəm axı, birincinin də x oxu üzrə proyeksiyası müsbətdir, ikincinin də x oxu üzrə proyeksiyası müsbətdir. Düstur ümumi şəkildə budur. Bax, ümumi düsturum budur. Birincinin x oxu üzrə proyeksiyasından, ikincinin x oxu üzrə proyeksiyasına çıx. İndi baxırıq. İndi düsturu açıram. Birincinin x oxu üzrə proyeksiyası, yəni V1-in müsbətdir. Elə V1 olaraq yazıram. Çıxaq, bax, bu düsturun çıxağıdır. Çıxaq, ikinci sürətində, ikinci cismin sürəti də müsbətdir. V2 də sıfırdan böyükdür. Deməli, o zaman V2 də müsbət olaraq yazıram. Deməli, birincinin ikinciyə nəzərən sürətini tapanda, əgər eyni istiqamətlidirsə sürətlərimiz, o zaman birincinin sürətindən ikincinin sürətini çıxacam. Və yaxud da ki, ikincinin birinciyə nəzərən sürətinin proyeksiyasını tapanda yenə düsturunu belədir. İkincinin proyeksiyasından birincinin proyeksiyasını çıxacam. İkincinin proyeksiyası müsbət V2-ni yazdım, çıxaq.
Bu çıxaq, bax buradakı çıxaqdır, düsturun çıxağıdır. Yəni onun bu sürətlərə aidiyyəti yoxdur. Deməli V1 də müsbət olduğu üçün yazıram V2 çıxılsın V1. Deməli qayda belədir. Eyni istiqamətli hərəkətdə əgər cisimlər eyni istiqamətli olarsa, deməli hansına nəzərən tapırıqsa, birincinin sürətindən ikincinin sürətini çıxırıq və yaxud da ki, ikincinin birinciyə nəzərən sürətini tapanda ikincidən birincini çıxırıq. Ümumi qaydada desək, sürətlər eyni istiqamətli olarsa çıxacağıq. İndi gəlin baxaq əks istiqamətli hərəkətlərə. Bax, yenə ədəd oxunu göstərmişəm sizin üçün. Baxıram, V1 cismimiz, görürsünüz, x ox istiqamətində hərəkət edir. Yazmışam. V1 müsbətdir. Amma baxın V2-yə. V2 x oxun əksinə gəlib. Ədəd oxun istiqaməti belədir, V2-nin istiqaməti bunun əksinədir. Deməli, V2 x oxun əksinədir. Gördünüz, x oxun əksinə olanda biz deyirdik axı ki, kiçik sıfır yazırıq, yəni mənfidir. Bunu da bura qeyd eləmişəm. Yenə ümumi düsturum eynidir. Birincinin ikinciyə nəzərən sürətini tapanda, birincinin sürətin proyeksiyasından ikincinin sürətin proyeksiyasını çıxırıq. İndi gəl baxaq. Bax, birincinin sürətinin proyeksiyası müsbətdir axı. Müsbət V1-i yazmışam. Çıxaq, bax bu çıxaq düsturun çıxağıdır. Müəllimlər, kiminsə mikrofonu açıqdır, zəhmət olmasa bağlayaq da mikrofonu. Aha. Çıxaq, müəllimlər, bu düsturun çıxağıdır. Bununla mənim işim yoxdur. İndi bu mötərizədə yazdığım çıxaq, bu mənfi V2. Bu mənfi artıq V2-nin mənfisidir. Niyə V2-nin mənfisidir? Çünki V2-ni təyin elədim axı. X oxun əksinə olduğu üçün V2 mənfidir. Deməli, o zaman mötərizədə mənfi V2-ni yazıram. Biz də bilirik ki, mötərizənin içərisinə gəlir mənfi işarəsi varsa, deməli, mötərizənin içərisindəki ədəd əks işarə ilə dəyişir. Deməli, o zaman olur nə? V1 üzərinə gəlsin V2. İndi eyni şeyi ikinci cisim üçün yazıram. İkincinin birinciyə nəzərən proyeksiyasını tapıram. Yenə düsturum eyni düsturdur. Eyni şeyi tətbiq eləyirəm. İndi diqqətli olaq. Bax, V2 mənfidir axı. İndi birinci mənfini yazacağım da, mənfi V2. Çıxılsın bu düsturun çıxağıdır. Çıxağı yazdım. V1 müsbətdir. V1 müsbətini yazdım. Deməli, bu oldu nə? Mənfi V2 çıxılsın V1. Mənfini ortaq vuruq çıxartsam, mötərizənin içərisində olur. V2 üzərinə gəlsin V1. Görürsünüz, birincinin ikinciyə nəzərən proyeksiyası V1 üzərinə gəlsin V2 oldu. İkincinin birinciyə nəzərən proyeksiyası, sürətinin proyeksiyası mənfi V2 üzərinə gəlsin V1 oldu. Yəni, bir-birindən mənfiyə görə fərqləndilər. Amma modul olaraq hər ikisi V1 üzərinə gəlsin V2-dir. Deməli, buradan belə nəticəyə gəlirik ki, əks istiqamətli hərəkətdə bir-birinə nəzərən sürəti tapanda sürətlər toplanacaq. Eyni istiqamətlidə çıxılırdı. İndi əks istiqamətli olduğu üçün topladıq. Bax, nəyə görə topladığımızda mən sizə belə isbat olaraq da göstərdim ki, nəyə görə burada toplama oldu və yaxud da eyni istiqamətlidə nəyə görə çıxma oldu. İndi qeyd yazmışam, bax, bu hər iki hərəkətə uyğun olaraq. Deməli, eyni istiqamətli hərəkətdə nisbi sürəti tapanda sürətlər çıxılır, əks istiqamətli hərəkətdə sürətlər toplanır. Bax, bu da bizim oldu. Bu hər iki hərəkətə uyğun qeydimiz. İndi müəllimlər, məsələn, bəzən olur ki, hərəkət perpendikulyar olur. Sürətlər bir-birinə perpendikulyar yönəlir. Bəs o zaman biz ədədi qiyməti və yaxud da ki, istiqaməti tapanda necə tapırıq? Gəlin baxaq müəllimlər. Bax, birincinin ikinciyə nəzərən sürətini tapanda biz dedik ki, neyinirik? Birincinin sürətinin proyeksiyasına, ikincinin sürətinin proyeksiyasına çıxırıq. Gəlin indi burada biz bunu görürsünüz perpendikulyar yönəlibdir də. İndi gəlin biz bunu, məsələn, birinci gəlmən istiqamətini göstərim. Məsələn, bəzən sual olunur. Məsələn, V1 vektoru verilib, bir-birinə perpendikulyar, ona perpendikulyar V2 vektoru verilib. Deyir ki, məsələn, birinci vektorun ikinci vektora nəzərən fərq vektorunu tapın. Deməli, o zaman neyinirik? Biz bunları artıq vektorial formada çıxırıq da, belə deyək. Birincinin ikinciyə nəzərən fərq vektorunu tapanda, deməli, neyniyəcəyik? V1 vektorundan V2 vektorunu çıxacaq. Və çıxmada da belə bir qayda var da, düzdürmü? Belə bir qayda var ki, fərq vektoru tapanda çıxılandan azalana doğru çəkirik. Bax, fərq vektorumuz olacaq hansı? Bax, bu. V2-dən V1-ə doğru. Yəni, biz vektorları çıxanda bilirdik ki, neyinirdik? Onları bir nöqtəyə, başlanğıclarını bir nöqtəyə gətirirdik, düzdürmü? Və çıxanda ikincidən birinciyə doğru çəkirdik fərq vektoru. İndi gəlin çəkək. Bax, qayda olaraq göstərdim. V1-dən V1-in ikinciyə nəzərən fərq vektorunu tapanda ikincidən birincini çıxırıq. Çıxılandan azalana doğru və yaxud da ki, ikinci yerdə duran vektor hansıdırsa, birinci yerdə duran vektora doğru fərq vektoru çəkirik. Bax, V2 vektorun bu deyilmi? V2 budur da, çıxılandan azalana doğru dedim çəkirəm. Bax, çıxılandan azalana doğru çəkdiyim bu vektor olur hansı vektor? V1, 2 vektoru. Bax, V1, 2 vektoru oldu bu. İndi tutaq ki,
deyirik ki, V2 bir vektorunu tapaq. İkinci vektorun birinci vektora nəzərən fərqini tapaq. O zaman yenə indi ikinci yerdə duran artıq V1-dir. V1-dən V2-yə doğru. Baxın, çəkirəm. V1-dən V2-yə doğru çəkdiyim bax bu vektor olur. İkinci vektorun birinci vektora nəzərən bax fərq vektoru. Birincini yaxşı çəkmədim. Bunu düzəldək. Aha. Bax, gördükmü? Əslində bu vektorlar görürsüz bir-birinə nə ilə fərqlənirlər? Birinin istiqaməti ikincidən birinciyə doğrudur, o birisinin istiqaməti birincidən ikinciyə doğrudur. Bax, bu oldu bunların istiqamətləri. İndi gəlin ədədi qiymətlərini tapaq. Biz bilirdik ki, perpendikulyar olarsa sürətləri necə tapırdıq? Burada artıq Pifaqor teoremindən istifadə edirik. Birincinin ikinciyə və yaxud da ki, ikincinin birinciyə nəzərən deməli, proyeksiyasını tapanda, qiymətini tapanda kökün altda V1-in kvadratı üzərinə gəlsin V2-nin kvadratı. Fərqi yoxdur. V2-nin birinciyə nəzərən sürətini tapanda eyni qayda. V2-nin kvadratı kök altda üstə gəlsin V1-in kvadratı. Deməli, ədədi qiymətləri eyni olacaq. Bir-birinə bərabər olacaq. Amma deməli, fərq vektorları artıq fərqli olacaq. Birinin istiqaməti V2-dən V1-ə doğru, ikincinin istiqaməti isə V1-dən V2-yə doğru yönəlmiş olacaq. Deməli, bax, bu da oldu perpendikulyar olan vektorlarımız. İndi müəllimlər, dördüncü isə müəyyən bir alfa bucağı altında. Yəni, artıq perpendikulyar deyil də, məsələn, 90 dərəcədən kiçik və yaxud da ki, yəni 0-90 dərəcə arasında və yaxud da ki, 90-dan böyük 180-dən kiçik də ola bilər. Deməli, o zaman yenə birincinin ikinciyə nəzərən vektorunu tapanda necə tapırıq? Bax, yenə gələn göstərək. Bax, ikincidən birinciyə doğru. İkinci, yəni V2 vektoru. İkinci yerdə duran V2-dir. Bax, V2-dən V1-ə doğru çəkdiyim bu vektor, bu olacaq V1-2 vektoru. Birincinin ikinciyə nəzərən fərq vektoru. İndi ikincinin birinciyə nəzərən tapanda yenə ikincidən birinciyə doğru. İkinci yerdə duran hansı vektordur? V1 vektoru. İndi V1-dən V2. Qoyun, bunu da başqa rənglə göstərək. Bax, artıq indi bunun istiqamətini belə qoyacağıq. Bir dəqiqə. Bax, bu da oldu hansı vektor? V2 bir vektoru. Gördünüz, demək olar, ədədi qiymətləri eynidir bunların. Sadəcə istiqamətləri fərqlənir. Yenə də ədədi qiymətlərini tapanda artıq kosinuslar teoremindən tapacaq. Kökün altda V1-in kvadratı üzərinə gəlsin V2-nin kvadratı. Deməli, çıxılsın 2V1 V2 kosinus alfa. Bu da oldu nə? Alfa bucağı altında hərəkətdə, deməli, sürətlərin ədədi qiymətləri. İndi burada bir qeydimiz var, ona uyğun da nümunəmiz olacaq. Qeydimiz nədir? Hərəkət qarşı-qarşıya və ya əks istiqamətli olduqda müəllimlər nisbi sürət maksimal olur. Eyni istiqamətli olduqda isə nisbi sürət minimal olur. İndi gəlin, bax, buna aid bir nümunəyə baxaq. Bax, tutaq ki, bizə belə bir VA vektoru verilibdir, sürət vektoru verilibdir. Deyir ki, bu sürət vektorunun verilən buradakı bu 4 vektora nəzərən hansına əsasən A cisminin məsələn sürəti maksimal olacaq, hansı vektora nəzərən sürəti minimal olacaqdır. Gəlin baxaq. Baxın, biz dedik ki, qeyddə nə dedik? Dedik ki, hərəkət qarşı-qarşıya və ya əks istiqamətli olduqda nisbi sürət maksimaldır. İndi gəlin ilk öncə maksimal tapaq. Deməli, sürətimiz necə olmalıdır? Məsələn, VA-nın istiqaməti aşağıdırsa, maksimal olduğunu tapmaq üçün nə etməliyəm? Bax, bununla əks istiqamətli olan vektor. Bununla əks istiqamətli olan vektorumuz hansıdır? Bax, bu vektordur, V1 vektorudur. Deməli, VA vektorunun V1 vektoruna nəzərən sürəti maksimal olacaq. Bəs minimal olanda dedik ki, nə olmalıdır? Eyni istiqamətli. VA ilə eyni istiqamətli olan vektorumuz hansıdır? Bax, V3 vektorudur. Deməli, eyni istiqamətli V3 vektoruna nəzərən A cisminin deməli, sürəti minimal olacaqdır. Və burada da qeyd olaraq yazmışam. Aha, indi müəllimlər, belə bir nümunəmiz var. Nümunəmizə nə göstərilir? Deyir ki, T bərabər 4 saniyədə birinci cismin ikinci cismə nəzərən sürətinin proyeksiyasını və yaxud da ki, ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasını hesablayın. İndi, bax, koordinat zaman qrafiki verilib, düzdür. Koordinat zaman qrafiki veriləndə, deməli, ilk öncə biz bilirik ki, neyniyə bilərik? Buradan sürətləri tapa bilərik, düzdürmü? Məsələn, birinci cismin, deməli, bax, koordinatı, başlanğıc koordinatı 20-dir, son koordinatı 10-dur, 4 saniyə müddətində. İkinci cismin başlanğıc koordinatı -20-dir, 4 saniyə müddətində koordinatını -10-a gətirib çatdırıb. İndi biz neyniyək? Buradan gəlin sürətləri tapaq. Məsələn, birinci cismin sürətini tapanda biz bilirdik ki, koordinat zaman qrafikindən sürəti tapanda son koordinat çıx başlanğıc koordinat bölünsün sərf olunan zaman. İndi birinci cism üçün hesablayıram da, yəni zaman oxunun üzərindəki qrafik üçün. Son koordinatımız nədir? 10.
Çıxıram, başlanğıc koordinatımız 20, bölürəm sərf olunan zamanımız 4. Deməli, 10-dan 20 çıxdıq, -10, -14-ə böldük, -2,5. Deməli, birinci cismin sürətini tapdım ki, qiyməti -2,5-ə bərabərdir. Deməli, o zaman indi ikinci cismin sürətini hesablayıram. Yəni, zaman oxundan aşağıdakı qrafik üçün sürəti hesablayıram. Yenə eyni düstur. X çıxılsın, x0 bölünsün t. Bərabərdir. İkinci cism üçün müəllimlər, 4 saniyə ərzində son koordinatımız nədir? -10-dur. Başlanğıc koordinatımız isə -20-dir. Çıxılsın -20, bu da olacaq üstə gəlinsin 20. Bu da bölünsün, yenə zamanımız 4'dür. İndi 20-dən 10'u çıxdıq 10, onu da 4'ə böldük, oldu 2,5. Deməli, birinci cismin x ox üzrə proyeksiyası mənfi oldu. İkinci cismin x ox üzrə proyeksiyası müsbət oldu. İndi gəlin baxaq, birinci cismin ikinci cismə nəzərən, indi sürətin proyeksiyasını tapanda düsturu bilirdik ki, eyni düsturdur. Yəni, birinci cismin ikinci cismə nəzərən sürətin proyeksiyasını tapanda birinci cismin sürətinin proyeksiyasından ikinci cismin sürətinin proyeksiyasını çıxmalıyım. Birinci cismin sürətinin proyeksiyası nədir? -2,5. -2,5 çıxılsın. İkinci cismin sürətinin proyeksiyası müsbətdir. Çıxılsın 2,5. Deməli, -2,5-dən də 2,5-i çıxdı mı oldu? -5. İndi ikincinin birinciyə nəzərən sürətin proyeksiyasını tapıram. İkinci cismin sürətin proyeksiyası müsbətdir. 2,5-dir. Çıxılsın. Bu düsturun çıxağıdır. Bu çıxaq. Çıxılsın. Birinci cismin sürətin proyeksiyası mənfidir axı. Ona görə mötərizədə -2,5 yazıram. Deməli, mənfi müsbətləşir. 2,5-in 2,5 ilə 2,5 toplayanda oldu 5. Deməli, bax, gördükmü müəllimlər? Birinci cismin ikinci cismə nəzərən sürətin proyeksiyası -5 oldu. İkinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyası isə müsbət 5 oldu. Bax, bu da bizim yəni, nümunəmiz idi. Aha. İndi gəlin müəllimlər, eskalator məsələlərinə baxaq. Görək burada hansı hallar olur. Məsələn, birinci halda baxaq ki, sərnişin eskalatorla eyni istiqamətdə hərəkət edir. Bu zaman sərnişinin yerə nəzərən sürəti, sərnişin və eskalatorun sürətləri cəminə bərabərdir. Baxın müəllimlər, eskalator sərnişin məsələlərində, qayıq çay məsələlərində əgər sürətlər eyni istiqamətli olarsa, bu zaman belə deyim də, əvəzləyici qüvvə kimi baxın sürətlərə. Eyni istiqamətli olanda toplayın, əks istiqamətli olanda çıxın. Bax, deməli, bunu qeyd olaraq götürün. Deməli, eskalator sərnişin məsələlərində, qayıq çay məsələlərində sürətə əvəzləyici qüvvənin tapılması kimi baxın. Əgər sürətlər eyni istiqamətlidirsə, toplayın, əks istiqamətlidirsə çıxın. Və gördünüz, nisbi sürətdə fərqli idi. Eyni istiqamətli olanda çıxırdıq, əks istiqamətli olanda toplayırdıq. Amma deməli, eskalator sərnişin, qayıq çay məsələlərində nisbi sürətin əksi götürülür. Yəni, eyni istiqamətli olanda toplayın, əks istiqamətli olanda çıxın. Bax, gördünüz, tutaq ki, burada bizim eskalatorımızdır. Üzərində də bir sərnişin qeyd eləmişəm. Sərnişinlə eskalatorun görürsünüz, sürətləri eynidir. Hər ikisi aşağıya doğru gəlir. Deməli, o zaman yerə nəzərən sürəti tapanda nə edəcəyik? Sərnişinin sürətinin, eskalatorun sürətini toplayacağıq. Çünki hər ikisi eyni istiqamətlidir. Yəni, məsələn, burada yerdə tutaq dayanan bir sərnişinimiz var. Yerdə dayanan bir adam görürsünüz. Bunların hər ikisinin sürəti eyni istiqamətli olduğu üçün yerdən baxan adam, məsələn, bu eskalatorun üstəki sərnişini daha sürətli görəcəkdir. Çünki həm adam özü hərəkət eləyir, həm də eskalator hərəkət eləyir. Ona görə də yerdən baxan adam bu eskalatorun üstəki sərnişinin daha sürətli gəldiyini görəcək. Ona görə yerə nəzərən sürəti tapanda sərnişinin sürətindən eskalatorun sürətini toplayacağıq. İndi sərnişin eskalatorla əks istiqamətdə hərəkət edir. Bəs bu zaman nə edəcəyik? Bu zaman sərnişinin yerə nəzərən sürətini tapanda sərnişin və eskalatorun sürətləri fərqini tapacağıq. Yəni, sürətlərinin fərqini tapacağıq. Tutaq ki, bax, eskalator aşağıya doğru gəlir, sərnişin isə yuxarıya doğru hərəkət edir. Bax, tutaq ki, burada bir adam dayanıb, baxır, izləyir bunların hərəkətinə və buradakı yerdəki adama nəzərən, bax, bu adamın, eskalatorun üstəki adamın sürəti azalmış olacaq. Çünki eskalator onun əksinə gəlir. Eskalator aşağı doğru gəlir, adam yuxarıya doğru qalxır. Məsələn, olur, bunu yəqin ki, müşahidə eləmişsiniz. Məsələn, adətən oğlan uşaqlar olur bəzən. Məsələn, eskalatorun üstündə, eskalator aşağıya gəlir, deyir ki, yox, mən eskalatorun üstündə əksinə hərəkət eləyəcəm. Amma ha gedir, qalxıb oraya çata bilmir də, eskalator onu aşağıya doğru gətirir axı. Ona görə də yerə nəzərən sürət tapanda sərnişinin sürətindən eskalatorun sürətini çıxacaq. Və gördünüz, yenə əks istiqamətli hərəkətdə deməli nədik? Belə deyək də, əvəzləyici qüvvə kimi tapdıq. Sürətlər əks istiqamətli olanda çıxdıq. Amma yuxarıda bax, eyni istiqamətli idi, topladıq. Bax, bu da oldu eskalator sərnişin məsələləri.
İndi mənlər, bu mövzuda biraz belə daha geniş olan bu mövzuların içərisində çay məsələlərinə gəlin baxaq. Çay məsələləri məsələn bəzən elələri var ki, biraz çətin tipli olur. Gəlin onlara baxaq. Məsələn, çay məsələlərində yenə dedim, çay məsələləridir, eskalator sərnişin məsələləridir. Eyni istiqamətli, məsələn, indi burada çay məsələlərində qayıq və çayın axın istiqaməti eyni istiqamətli olanda, yerə nəzərən sürəti tapanda toplayacağıq. Əks istiqamətli olanda çıxacağıq. Gəlin daha detallı baxaq. Deməli, məsələn, tutaq ki, birincidə belə bir sizin üçün tutaq ki, çayımız var. Çay bu istiqamətdə hərəkət eləyir. Baxın, bu istiqamətdə. Belə bir qayığımız var. Qayıqda bax, çayın axın sürətindən eyni istiqamətlə hərəkət eləyir qayığımızda. Deməli, o zaman yerə nəzərən sürəti tapanda nə edəcəyik? Qayığın sürətindən çayın sürətini toplayacağıq. Və qayığın qət elədiyi məsafəni tapanda, yəni S yolunu tapanda isə nə edirik? Yerə nəzərən sürəti vuracağıq T-yə. Yəni V qayıq üzərinə gəlsin V çay vurulsun T. İndi tutaq ki, qayıq çayın əksi istiqamətinə gedir. Bax, çayımız bu istiqamətdədir, qayıq çayın əksinə gedir. O zaman nə edəcəyik? Yerə nəzərən sürəti tapanda qayığın sürətindən çayın sürətini çıxacağıq. Və yaxud da ki, qayığın qət elədiyi məsafəni tapmaq üçün yerə nəzərən sürəti zamana vuracağıq. V qayıq çıxılsın, V çay vurulsun T. Gəlin belə bir nümunəmiz var. Nümunənin üzərində göstərək bu dediklərimizi. Bax, deyir ki, suya görə sürəti 10 metr böl saniyə olan üzgüçü, deməli, axın sürəti 3 metr bölək saniyə olan çayda şəkildəki kimi üzür. Deyir ki, kail uzunluğu 280 metr olduğuna görə üzgüçü K-dan elə neçə saniyədə çatar? Bax, bizə gəlin baxaq. Bax, bu kail məsafəsini və buradan bura qədər məsafəni bizə verib nə qədər? Deyir 280 metrdir. İndi mən baxıram ki, baxın, bu çayın üzgüçünün axın sürəti, deməli, üzgüçünün sürəti 10-dur. Çayın axın sürəti isə üzgüçünün əksinə 3 metr böl saniyədir. İlk öncə yerə nəzərən sürəti tapırıq. Deməli, yerə nəzərən sürəti tapanda nə edəcəyik? Əks istiqamətli daxı. Deməli, qayığın sürətinin üzgüçü idi, elə mi burada? Üzgüçünün sürətindən çayın sürətini çıxacam. Üzgün sürəti 10 deyilmi? Deməli, o zaman əks istiqamətli olduğu üçün çıxıram. Ondan üstü çıxdım. Oldu nə? 7 metr böl saniyə. Bizə deyir ki, bu KL məsafəsini həmin bu üzgüçü neçə saniyəyə qət eləyir? Deməli, zamanı tapanda ümumi sərf olunan ümumi yolu KL məsafəsini böləcəm yerə nəzərən sürətə. Ümumi məsafəni mənə veribdir. 280 metrdir. Yerə nəzərən sürətə tapdım ki, 7-dir. Deməli, 280-də 7-yə böləndə olacaq nə qədər? 40 saniyə. Deməli, bu 280 metrlik məsafəni çayın axın sürətinə qarşı üzgüçü 40 saniyə getmiş olacaq. İndi tutaq ki, bunlar eyni istiqamətli gedir. Yəni, bunu düzəldək. Tutaq ki, çayın sürətindən üzgüçün sürəti eynidir. O zaman nə edəcəyik bəs? O zaman yerə nəzərən sürəti tapanda üzgüçünün sürətindən çayın sürətini toplayacaq. Yəni, 10 üzərinə gəlinsin 3, bu olacaq nə qədər? 13 metr böl saniyə. Yenə zamanı tapanda ümumi sərf olunan zamanı böləcəyik yerə nəzərən sürətə. Deməli, 280-i böləcəyik 13-ə. İndi bu da mən özümdən verdiyim üçün bunu görürsünüz, tam bölünən ədəd olmur, amma ümumi halda dedim ki, yəni eyni istiqamətli olanda toplayacağıq. Zamanı da tapanda 280 13-ə böldük. Da, yəni bir də bunu bölmürəm, tam bölünməyəcək onsuz da. Aha, indi gəlin mənimlə baxaq biraz daha belə, biraz deyim belə də bir çətin tiplilərinə. Məsələn, üzgüçün sürət vektoru müəyyən bucaq altında, üzgüçü çaya müəyyən bucaq altına daxil olarsa, bax, tutaq ki, o zaman nələr baş verir, nə etməliyik? Deməli, tutaq ki, bu bizim belə çayımızdır. Bax, bu D çayın enidir. Çayın eni heç vaxt dəyişmir də, həmişə D olaraq qalır. İstəyirsiniz bura 5 üzgüçü, yox 1 üzgüçü daxil olsun, neçə üzgüçü daxil olur olsun, çayın eni hər zaman D-dir. Çayın axın istiqamətini göstərmişəm və bu da üzgüçüdür.
Və görürsüz, üzgüçü müəyyən bucaq altında bu çaya daxil olur. Müəllimlər, buradakı qeydimiz nədir? Buradakı qeydimiz ondan ibarətdir ki, üzgüçünü çayın bir sahilindən digər sahilinə keçirdən sürətin y oxu üzrə proyeksiyasıdır. Yəni, bax, məsələn, desələr ki, bizə, bu üzgüçü, müəyyən bucaq altına daxil olan üzgüçü, məsələn, qarşıda hansı nöqtələrdən çıxar? Yəni, bunu tapmaq üçün siz mütləq, bax, bu sürət vektorunu, üzgüçünün sürət vektorunu proyeksiyalara ayırmalısınız. Və sizə qarşı sahilə keçmək üçün bu üzgüçünün VY proyeksiyası lazımdır. VY proyeksiyamız nəyə bərabərdir? Bucaq olmayan tərəf həmişə sinus olur. Bucaq olan tərəf isə kosinus olur. Bunu belə yadımızda saxlayırıq. Deməli, o zaman VY bucaq olmayan tərəf olduğu üçün V sinus alfadır. Deməli, məsələn, tutaq ki, bizə deyir ki, məsələnin şərtinə, bax, bu üzgüçü qarşı sahilə neçə saniyədə çıxacaq? O zaman nə edəcək? T-ni tapanda çayın enini, yəni D məsafəsini böləcəm VY-ə, üzgüçünün sürətinin Y oxu üzrə proyeksiyasına. Deməli, o da bərabər D bölünsün, VY-ın da yerinə yazacağım nə? V sinus alfa. Deməli, nə oldu? Üzgüçünü çayın bir sahilindən digər sahilinə keçirdən sürətin Y oxu üzrə proyeksiyasıdır. Yəni, zamanı tapanda D-ni bölürük VY-ə. Burada D çayın eni, VY üzgüçünün sürətinin Y oxu üzrə proyeksiyası, T üzgüçünün qarşı sahilə keçmə müddətidir. İndi gəlin nümunəmizə baxaq. Bax, nümunəmizə deyir ki, çaya müəyyən bucaq altına daxil olan üzgüçü və yaxud da ki, qayıq. İndi burada nümunə deyəndə hələ ki, mən burada rəqəmləri verməmişəm. İndi müəyyən bir bunlara baxaq, sonra müəyyən bir yəni məsələ üzərində işləyərik. İndi tutaq ki, ikinci nümunəmiz necə olacaq? İkinci nümunəmizdə nəyi tapacağıq? Çaya müəyyən bucaq altına daxil olan üzgüçü, indi gəlin görək. Yəni, qarşı sahildə, məsələn, tutaq ki, bəzən belə suallar olur. Deyir ki, üzgüçü, məsələn, çaya müəyyən bucaq altına daxil olub, qarşı sahildə o nöqtəsindən, məsələn, yəni, hansı istiqamətə çıxacaqdır? Yəni, bax, bu məsafəni istəyir sizdən. Tutaq ki, o nöqtəsindən müəyyən qədər P nöqtəsinə, yəni, hansı məsafədə çatacaqdır, çıxacaqdır. Yəni, bunları da tapmaq üçün müəllimlər, yenə, ümumiyyətlə, hansısa bir vektoru siz bucaq altında yönələn görürsünüzsə, mütləq onu proyeksiyalara ayırın. Deməli ki, onun proyeksiyalarına istifadə olunacaq. Deməli, bizə lazımdır VY proyeksiyası, göstərirəm, baxın, bir də VX proyeksiyası. Bucaq olan tərəf, yəni, bax, gördünüz, VX tərəfində, VX mütləq kosinusdan olacaq. VX bərabər V kosinus alfa, VY bərabər V sinus alfa. Dedik ki, müddəti tapanda D-ni VY-ə bölürük. Və bunu bayaqki nümunəmizə demişdik. Düzdürmü? O zaman, yəni, ümumi D-ni də tapsaq, D bərabər olacaq nəyə? VY vurulsun T-yə. Yəni, V sinus alfa vurulsun T-yə. Bax, bu S məsafəsini tapanda isə, bax, görürsünüz, bax, bu sürət vektoru çayın sürəti ilə, görürsünüz, eyni istiqamətlidir də, yəni bu VX proyeksiyası eyni istiqamətlidir. Ona görə də bu S məsafəsini tapanda VX üzərinə gəlinsin V çay vurulsun T. VX-in yerinə də nə yazırıq? V kosinus alfa. Üzərinə gəlsin V çay vurulsun T. İndi bunu məsələ üzərində göstərəcəm, daha aydın olacaq sizə. İndi tutaq ki, bax, görürsünüz, indi bax, bu ikinci nümunəmiz fərqlidir. Bax, bu birinci də sürət vektoru belə idi, bu istiqamətdə idi. Gördünüz, indi bax, bu istiqamətə daxil olub, tutaq ki, üzgüç. Yenə də ilk işimiz nədir? Proyeksiyalara ayır. Mütləq bu lazımdır sənə. Deməli, bu oldu VY, bax, bu oldu VX. Yazmışam, VY, bucaq olmayan tərəf olur V sinus alfa. Bucaq olan tərəf olur V kosinus alfa. T-ni tapanda D-ni V sinus alfaya bölürsən. İndi tutaq ki, D-ni tapırsan da, sənə D verilməyibdir. D-ni tapanda, dedik ki, o zaman V sinus alfanı vurursan T-yə. Bax, indi, məsələn, bilmirəm, indi bunu diqqət eləyə biləcəksinizmi? Bax, indi məsafəni tapanda, müəllimlər, gördünüzmü? Bax, bu VX proyeksiyası var, bax, buradakı bu VX proyeksiyası. Gördünüzmü? Bu çayın sürət vektoru ilə bu VX vektoru əks oldu. Bizə deyirdi yaxı ki, bunlar əks olanda, neyəcəyik? Çıxacağıq bunları. Bax, burada eyni idi. Gördünüz? Bax, bu VX ilə V çay eyni istiqamətli idi. Ona görə burada topladıq. Amma burada, görürsünüz, bax, bu VX ilə V çay əksdir. Ona görə neyəcəyik? Bax, buradakı bu S məsafəsini tapanda, bax, bunu çıxacaq. VX də V kosinus alfa deyilmi? O zaman V kosinus alfadan V çaya çıxacaq, T-yə vuracaq. Bu da olacaq bizim, deməli, qarşı sahildə hansı nöqtəyə çıxmağın, yəni aralarındakı məsafə. Deməli,
S nədir burada? Üzgüçünün qarşı sahildə çatdığı nöqtənin O-dan məsafəsi. Bax, tutaq ki, üzgüçü bu istiqamətdə girsəydi, düz istiqamətdə, perpendikulyar istiqamətdə çaya girsəydi, o nöqtəsinə çıxacaqdı. Amma perpendikulyar girməyib, baxın, müəyyən bir bucaq altına girdi. Tutaq ki, indi gəldi, burada bir, nə bilim, L nöqtəsinə çıxdı. Bax, bu S bilsiz hansıdır? Bax, bu O ilə L-in arasında olan məsafə. Yəni, əvvəlki məsafədən hansı məsafədə çıxıbdır? Əvvəlki nöqtədən hansı məsafədə çıxıb, bu sizin S məsafənizdir. Aha. Bir də burada var müəllimlər, ötüb keçmə məsələləri. Məsələn, testlərimiz var. Deyir ki, məsələn, qatarlar eyni istiqamətdə hərəkət eləyir. Tutaq ki, şərtdə verib ki, birincinin sürəti ikincinin sürətindən böyükdür. Deyir ki, məsələn, birinci qatar ikinci qatarı, yəni ötüb keçməyə nə qədər müddət, nə qədər zaman sərf olunur. Deməli, müəllimlər, bu birinci qatarımız deyil. Bunu rəngləyirəm sizin üçün daha aydın olsun. Bu bizim birinci qatarımız, düzdürmü? Bu da bizim ikinci qatarımız. Sürətləri verilib, hətta bunların aralarındakı məsafə də verilib. İndi ki, bu birinci qatar, bu ikinci qatarı, gəlin bunu çəkək. Bu ikinci qatarı deyir, neçə saniyəyə ötüb keçər. Yəni, ona görə bu birinci qatarın şəklini çəkdim də burada bu ötüb keçməsi üçün. Ona görə müəllimlər, bu cür məsələləri həll eləyəndə ən sadə yol nədir? Bir dəqiqə. Ən sadə yol odur ki, bax, bu ya ön uc, bu qatarın ön ucu ilə, bu qatarın ön ucu, ya ön uc məsələ, ya da ki, arxa uc. Yəni, bunların uclarını, aralarındakı məsafəni nəzərdə tutursunuz, saxlayırsınız. Bax, indi bu məsafə nə qədərdir? Hansılardır bu məsafəyə, nələr daxildir? Gəlin, baxaq. Bax, bu məsafəyə bir dənə S məsafəsi daxildir, bir dənə daxildir. Birinci qatarın uzunluğu, bu yaşılla göstərdiyim birinci qatardır. Bir dənə də aiddir ikinci qatarda. Axı, birinci qatar gəlib ikinci qatarı keçməlidir. Deməli, bu qatarın uzunluqları olmalıdır. Bir də əvvəldən bunlar arasındakı müəyyən S məsafəsi var axı. Deməli, bu birinci qatar, ikinci qatarı keçmək üçün, bax, ümumi öz uzunluğu qədər, o ötüb keçəcəyi qatarın uzunluğu qədər. Bir də onlar arasında əvvəlcədən məsafə var idi axı. Həmin məsafənin cəmi qədər yol getməlidir. Yəni, S üzərinə gəlsin, L1 üzərinə gəlsin, L2. Və bunlar eyni istiqamətli olduğu üçün biz bilirdik axı, əgər avtomobil məsələlərində nisbi sürəti tapanda, eyni istiqamətli olanda çıxırıq. Bizə də şərt verib ki, birincinin sürəti ikincinin sürətindən böyükdür. Deməli, o zaman nisbi sürəti tapanda V1-dən V2-ni çıxırıq. Deməli, bax, birinci qatar, ikinci qatarı ötüb keçmək üçün S üzərinə gəlinsin, L1 üzərinə gəlinsin, L2 bölünsün, V1 çıxılsın, V2 deməli, zamanını qət eləməlidir. İndi əgər qatarlar arasındakı məsafə 0 olarsa, yəni məsələn, qatarlar başlanğıcda yan-yana durublar da, aralarında məsafə yoxdur. O zaman elə zaman müddətini tapanda qatarların uzunluqlarını nisbi sürətə böləcəksiniz. İndi bizim bu nümunəmizdə eyni istiqamətli olduğu üçün nisbi sürəti tapanda çıxacağıq. Yəni V1-dən V2-ni çıxacağıq. Aha, bir də müəllimlər, belə bir şərtimiz var. Qatarlar başlanğıcda yan-yana olarsa, məsələn, bax, görürsünüz, şəklə baxın, sürəti kiçik olan uzunluğu nəzərə alınır. Bu bir qaydadır. Məsələn, başlanğıcda ikisi də eyni istiqamətdə, eyni istiqamət yox, yan-yana durublar da, ikisi də eyni yan-yana durublar. O zaman bunların bir-birini ötüb keçmək üçün sərf olunduğu zamanı tapanda sürəti kiçik olan, indi məsələn, bizdə şərt verib ki, sürəti kiçik olan V2-dir, yəni bu qatardır. Qoyun rəkləyim, sürəti kiçik olan budur. Deməli, sürəti kiçik olanın uzunluğunu nəzərə alacaqsınız. O zaman L2-ni böləcəksiniz V nisbiyə. Sürətlər də eyni istiqamətli olduğu üçün birincinin sürəti böyükdür, birincinin sürətindən ikincinin sürətini çıxacaq. İndi mən təsadüfən burada birinci nümunədə də eyni istiqamətli hərəkət göstərmişəm, ikincidə də. Amma müəllimlər, məsələn, burada əks istiqamətli hərəkət ola bilər də. Əks istiqamətli olsa, siz o zaman nisbi sürət tapanda nə edəcəksiniz? Toplayacaqsınız da əks istiqamətli hərəkətlərdə nə edirik? Nisbi sürət tapanda avtomobillərin, qatarların sürətlərini toplayırıq. Bax, müəllimlər, mövzu olaraq mənim sizə izah eləyəcəklərim bunlardır hal-hazırda. Və bir də istəyirəm ki, bu müəyyən sürətlə bucaq altında suya daxil olan üzgüçlərin nümunə olaraq gəlin baxaq. Nümunədə baxaq, görək suallarımıza. Məsələn, bu tipli suallar bizim ədəbiyyatlarımızda biraz azdır. Adətən türk testlərində var. Gəlin, indi biraz da oradan baxaq. Daha aydın olsun sizə. Bunu tapım. Mövzu izaha aydın olduğu müəllimlər hər kəsə. Qaranlıq qalan nəsə qaldı.
qalmadısa lap yaxşı. Bir dəqiqə. Aha, burada belə bir məsələmiz var. Aha, gəlin buna baxaq. Səkkizinci məsələyə baxırıq müəllimlər. Deyir ki, suya görə sürəti 10 metr böl saniyə olan üzgüçü, axın sürəti 5 metr bölək saniyə olan çayda B-dən neçə metr məsafədə qarşı sahilə çıxacaq. Yəni B-dən tutaq ki, buralarda bir yerdə çıxacaq, müəyyən bir dəqiqə. Aha, tutaq ki, buralarda bir yerdə çıxacaqdır bu qarşı sahilə. Tutaq ki, buralarda bir L nöqtəsində. Deyir ki, bu məsafəni tapın. Bu S məsafəsini istəyir bizdən. İndi gəlin bax bu bayaq dediklərimizi indi bir-bir tətbiq eləyək. Biz dedik ki, üzgüçünü qarşı sahilə çıxardan üzgüçünün Y ox üzrə proyeksiyasıdır. Deməli o zaman müəllimlər, mən bu bax dedik ki, sürət görürsünüzmü? Bax müəyyən bir bucaq altına daxil olub bu üzgüçü. Deməli o zaman gəlin ilk işimiz nədir? Bax bu üzgüçünün sürətinin proyeksiyalarını hesablamaq. Deməli, X ox üzrə proyeksiyasını göstərirəm. Y ox üzrə sürətin proyeksiyasını göstərirəm. Gəlin burada yer açaq. Aha. Deməli müəllimlər, ilk öncə elə proyeksiyaları yazıram. V y-imiz nəyə bərabər? Dedik ki, bucaq olmayan tərəf nəyə bərabər idi? Sinusa. Yəni V y-imiz bərabərdir V sinus 37-yə. V-imizin nə idi? Qiymətini verib də bizə. V 10-dur. 10 vurulsun sinus 37-də qiyməti nəyə bərabər? 0,6-ya. Deməli 10 vurulsun 0,6-dan bu oldu 6 metr böl saniyə. V y-imizə tapdıq. İndi gəlin Vx-imizə tapaq. Vx-imiz nədir? Bucaq olan tərəf dedik ki, kosinusdan olacaq. V kosinus 37. V-nin qiymətini bilirəm 10. Kosinus 37-də nəyə bərabər? 0,8-ə. Deməli, onu da vurduq 0,8-ə. Bu oldu nə qədər? 8 metr böl saniyə. Aha, əsas işlərimi gördüm. X ox üzrə proyeksiyanı tapdım, Y ox üzrə proyeksiyanı tapdım. İndi biz bilirik ki, deməli, üzgüçünü qarşı sahilə çıxardan, dedik, bayaq da qeyd elədim, üzgüçünün Y ox üzrə proyeksiyasıdır. Deməli, o zaman mən qarşı sahilə çıxma müddətini tapanda çayın enini böləcəm V-ə. Çayın enini verib də bizə, bax, nə qədərdir? 120 metr. 120-ni böləcəm V-ə. V-in qiymətində mən tapdım, bax, nə qədərdir? 6. 120-ni 6-ya böldüm, oldu 20 saniyə. Deməli, bu üzgüçü qarşı sahilə 20 saniyə müddətində çıxacaqdır. İndi mənə deyir ki, qarşı sahilə, yəni məsələn, bu Y ox üzrə getsəydi, B nöqtəsinə çıxacaqdı. Amma bunun çayın da sürəti var, özü də müəyyən bucaq altına daxil olub. Ona görə B nöqtəsinə çıxa bilməz. B nöqtəsindən müəyyən qədər sağda bir nöqtədə çıxacaqdır. İndi deyir ki, bu B-dən bax bu çıxacağı nöqtə arasındakı məsafəni tapın. İndi müəllimlər, bax biz baxırıq ki, bax, bu Vx proyeksiyasından çayın istiqaməti görürsünüz, eyni istiqamətlidir. Ona görə S-i tapanda biz deyirdik ki, S nəyə bərabər idi? Deməli, çayın sürətindən biz nəyə topluyurduq? Vx-i topluyurduq, yəni üzgüçün X ox üzrə proyeksiyasını və vururduq sərf olunan zamanı. Ümumi düsturum buydu. İndi V çayın qiymətini bilirəm də 5-dir. 5 üstə gəlinsin. Vx-in də qiymətini bilirəm 8-dir. 5 üzərinə gəlinsin 8, vurulsun sərf olunan zaman, yəni 20 saniyə. 5 ilə 8-i topladıq 13, 13-ü də 20-yə vuranda eləyir 260 metr. Deməli, bax bu məsafə, bu S məsafəsi olub nə qədər? 260 metr. Cavabımız olacaq Y variantı. Bax, aydın oldu mu? Bax, buna aid bir məsələ elədim ki, bayaq mən ümumi bunu düstur olaraq vermişdim sizə. Dedim ki, yəni daha rahat mənimsəyə bilək.
Deməli, baxaq görək burada başqa sual da var. Bu məsələni başa düşdünüz müəllimlər? Problem yoxdur ki burada. Problem varsa deyin, yenidən baxaq. Aydındır müəllimə, çox sağ olun. Aha, gəlin Başa indi. düşdük. Əla. İndi gəlin bir dənə də məsələ verəcəm. Orada artıq məsələn həm çayla eyni istiqamətli olsun. Burada belə bir məsələmiz olmalıdır. Qoyun tapım bircə dəqiqə onu. Görüm hardadır. Aha, tapdım. Bax 14-cü məsələmiz. 14-cü məsələyə baxın. Bax deyir ki, suya görə sürətləri V1, V2 olan üzgüçülər axın sürəti VA olan çayda şəkildəki kimi üzməyə başlayırlar. Buna görə deyir üzgüçülər qarşı sahildə bir-birindən hansı məsafədə çıxacaqlar da, yəni bir-birlərinin aralarındakı məsafə nə olacaq? Məsələn, tutaq ki, bu burada bir nöqtədə çıxacaq, tutaq ki, bu burada bir nöqtədə çıxacaq. Bax deyir ki, bu məsafəni tapın. İndi bununla siz 2-3 dəqiqə vaxt verirəm. Siz eləməyə çalışın müəllimlər. Görək kim eləyə biləcəkdir. Buyurun, bir 3-4 dəqiqə vaxtınız var. Eləməyə çalışın. Lap 5 dəqiqə olsun. Biraz uzun məsələdir. Eləyə bilirsiniz müəllimlər? Bəli müəllimə. Aha, eləyin, zəhmət olmasa. Chat bölümünü görmürəm. Eləyəndən sonra şifahi formada cavabı deyərsiniz. Və yaxud da izah eləmək istəyən izah eləyər. Müəllimə, cavab 235-dir. Aha, müəllimə cavabı bilmirəm. İzah eləyə bilərsiniz. İzah eləyə bilərəm. Aha, buyurun. Deməli müəllimə, burada proyeksiyalara ayırırıq. Birinci sürətdə Aha. 10-dur. Deməli onun VX proyeksiyası olacaq 8, VY proyeksiyası isə olacaq 6. Buradan T1 zamanını tapırıq ki, qarşı sahilə keçmə müddəti T1 üçün 20 saniyədir. Aha. Sonra ikinci hissəyə keçirik. İkinci hissədə tapırıq ki, burada VX2 proyeksiyamız 6-dır. VY2-miz isə 8-dir. Buradan da T2-ni tapırıq ki, 120-ni 8-ə bölürük. Buradan da 15 saniyə tapırıq. Deməli, T1-i tapmışdıq 20 saniyə, T2-ni tapdıq 15 saniyə. Aha. Onda indi gedirik X proyeksiyaları ilə. Çünki Aha. sahil üzrə meyl etməsi X proyeksiyaya əsasən. Deməli, S-imiz olacaq, S1-imiz VX1 T1-imiz də nə idi? 20 saniyə. Deməli, 20 saniyəni 5-ə vururuq. Niyə? Çünki orada sürətimiz çayın axının əksinədir. 8 metr saniyədən 3 metr saniyəyə çıxırıq. Orada sürət olur 5. 5-i vuracaq 20-yə, olacaq 100. İkinci halda isə, yəni ikinci üzgüçünün sahil kənarı meyl etməsi S2 olacaq. Burada
2 ilə V çayı sürətini toplayırıq. Çünki çay istiqamətindədir x Aha. proyeksiyamız. Aha. Deməli, orada da 6 ilə 3-ü toplayırıq, 9 eləyir. Zamanımız da 15 idi. 9-u da 15-ə eləyir 135. 100 ilə 135, 235 eləməlidir. Yəni, belə alındı. Aha, əla. Yolunuz doğru müəllimə. Adınız necə oldu müəllimə sizin? Şükürova Könül. Aha, əla Könül müəllimə. Çox sağ olun, təşəkkür edirəm. İndi müəllimə, Siz sağ olun müəllim. aha, indi gəlin baxaq müəllimə. Müəllimə çox gözəl izah elədi. İndi gəlin arxasını yazaq. Bax dedi ki, ilk öncə nə etdik? Proyeksiyalara ayırdıq. Bax V1 sürətimiz verilibdi də, 10-dur, düzdürmü sürəti? İndi onu x ox üzrə, y ox üzrə proyeksiyalara ayıraq. V1 x-imiz dedik ki, bucaq olan tərəf kosinusdur. Ona görə yazırıq V1 vurulsun kosinus 37. V1-in qiyməti 10, kosinus 37-nin qiyməti nəyə bərabərdir? 0,8. Deməli 10-u vurdu 0,8-ə, bu oldu 8 metr bölü saniyə. İndi gəlin bir də V1y hesablayaq. V1y-də bucaq olmayan tərəfimiz isə sinus olur. Sinus 37. Deməli V1-imiz nə qədərdir? Yenə 10. Sinus 37-miz nəyə bərabərdir? 0,6-ya. Onu da 0,6-ya vurduq, oldu 6. Bax, bu V1x, V1y tapdıq. İndi gəlin, axı bizim hələ bir dənə də sürətimiz var. İndi bunu pozuram ki, hamısı bir-birinə qarışmasın. İndi gəlin V2-ni proyeksiyalarına ayıraq. Bax, bu olsun V2x, bu da olsun V2y. Görürsünüz? V2y-lər belə deyim də üst-üstə düşür. Ona görə sildim ki, şey olmasın, bir-birinə qarışmasın. İndi gəlin V2x-i tapaq. V2x-imiz nə olacaq? V2 vurulsun kosinus 37. Bucaq olan tərəf həmişə kosinus olur. Bax, bunu unutmuruq. Kosinus 37 yox, kosinus 53-dür. Aha, bir dəqiqə. Kosinus 53. Deməli, V2-nin qiyməti yenə 10-dur. Kosinus 53-də nəyə bərabərdir? 0,6-ya. Deməli, bu oldu 6. İndi V2y tapırıq. V2-ni vuracam sinus 53-ə. Yəni, onu vuracam 0,8-ə. Bu da oldu 8. Bax, ilk işim bunları tapmaq idi. İndi gəlin, müəllimlər, T1-i, T2-ni tapaq. Biz bilirdik ki, üzgüsünü qarşı sahilə keçirən, qarşı sahilə aparan y ox üzrə proyeksiyadır. Yəni, çayın enini böləcəm. Birinci üzgüçünün qarşı sahilə keçmə müddətini tapanda V1y-ə böləcəm. D-imiz nə qədərdir? 120-dir. Bax, çayın enini bizə 120 verib. 120-ni böləcəm. V1y-imiz nə qədərdir? 6. 120-ni 6-ya böldüm, oldu 20 saniyə. Birinci üzgüçü qarşı sahilə 20 saniyə çıxır. Gəlin, indi ikinci üzgüçünü tapaq. Bunda da D-ni böləcəm V2y-ə. Yenə çayın eni dəyişmir ki, eyni çaydır da. 120-ni böləcəm 8-ə. 120-ni 8-ə böləndə də 15. Aha, bu da oldu 15 saniyə. Aha, bax, müddətləri də tapdım. Amma indi hələ işim bitmir də. Mənə lazımdır, bax, bu, belə deyək də, orta məsafədən bu tərəfə bu üzgüçü nə qədər gedəcək? Bu üzgüçü bu tərəfə nə qədər gedəcək? Və mən ümumi, bax, bu məsafəni tapmalıyam. Bax, bu məsafəni. Deməli, bura S1 olsun, bax, bura S2 olsun. İndi gəlin, S1-i tapanda. Yəni, birinci üzgüçünün qarşı sahildə çıxacağı məsafə. Birinci üzgüçünün qarşı sahildə çıxacağı məsafə. Bax, birinci üzgüçünün x ox üzrə proyeksiyası bu istiqamətdə idi. Amma bizim çayımız bu istiqamətdədir. Deməli, görürsünüz, Vx ilə çayın istiqaməti bir-birinə əksdir. Ona görə biz nə edəcəyik? Bax, birincinin x ox üzrə proyeksiyası 8-dir. Yəni, 8-dən 3-ü çıxacam. Birincinin qarşı sahilə keçmə müddəti 20-dir. 20-yə vuracam. Deməli, 5, 5-i 20-yə vurduq, oldu 100 metr. Deməli, bax, bu üzgüçü, bax, bu məsafə, eldən bura qədər olan məsafə 100 metr məsafə qət olunubdur. İkinci üzgüçü indi. İndi bax, müəllimlər, ikinci üzgüçünün x ox üzrə proyeksiyası budur, sürəti budur. Görürsünüz, çayın sürəti də eyni istiqamətlidir. Eyni istiqamətlidirsə topla. Yəni, üzgüçünün sürət vektoru ilə, x ox üzrə sürət vektoru ilə çayın sürət vektorunu topla. Deməli, V2x-imiz nə qədər idi? 6, bax, yazmışıq. Deməli, o zaman 6 ilə çayın sürət vektorumuz 3 idi. 6 ilə 3-ü toplayacağıq və ikincinin qarşı sahilə keçmə müddətinə vuracağıq. Yəni, 15-ə. 6 ilə 3, 9. 9-u da 15-ə vuranda, deməli, nə qədər eləyir? 9 və 5, 45, 9 və 1, 9, 135. Aha, bax, indi ikinci üzgüçü də bu məsafəni 135 metr qət eləyib. İndi bizə deyir ki, bu üzgüçü ilə, bu üzgüçün aralarındakı məsafəni tap deyir. O zaman nə edərik? 100 ilə 135-i toplayarıq. Bu da olacaq 235 metr.
Çünki siz niyə görə 235 metr? Çünki bunlar eyni istiqamətli getmədilər də. Biri elə bil o başlanğıcdakı el nöqtəsindən sola doğru 100 metr getdi. İkinci üzgüçü isə el nöqtəsindən sağa doğru 135 metr getdi. Ona görə də bunların arasındakı məsafə oldu 235. Baxaq görək cavablara. Bəli, cavabımız 235 metr olacaqdı. Tamamilə doğru. Müəllimlər, başqa müəllimlərimizə yazan olmuşdu bu məsələni. Belə aldınız cavabınızı. Bu formada yaza bilmişdiniz. Müəllimlər. Mən başdan çatdım. Yaxşı. Başqa müəllimlərimiz yazan olmuşdu bu məsələnin həllini. Digər müəllimlərimiz. Aha. Bəli, Aysel müəllimə, amma sonda S1 ilə S2-nin yekun cavabını almadım mən də. Mən də müəllimə, mən də yazdım, axırda S1-dən S2-nin düzgün cavabını ala bilmədim. T1-i T2-yi tapdım, sonra S1-dən S2-yi. Siz niyə ala bilməmsiniz? Çünki nəzərə almamısınız yəqin ki, hə, hansı çayla eyni istiqamətlidir, hansı əksli, hə müəllimlər? Yəqin onu nəzərə almamısınız. Mən biraz məsələ uzun olduğuna görə S1 S2 qiymətlərini qarışdırdım. Müəllim ona görə düz almadım. Uzun oldu, axırda qiymətləri qarışdırdım. Səhv almışdım cavab. Gedişi eyni getmişdim. Aha, yaxşı. Əsas odur ki, cəhd elədik məsələni eləməyə. Yəni müəllimlər, bunu eləmək üçün əgər ümumiyyətlə hər yerdə belədir. Sürət vektoru olsun, qüvvə vektoru olsun. Yəni görürsünüzsə ki, bucağı altında yönəlib, mütləq onu proyeksiyalarına ayırın. İlk işiniz bu olsun. Artıq sonra arxası gələcək. İndi baxacaqsınız da sizdən nə istəyir. Yəni bu proyeksiyalara ayırmağı bir növ adət eləyək. Ondan sonra yəni məsələnin birinci hissəsi odur. Ondan sonra gerisi gələcəkdir. Deməli müəllimlər, inşallah ki bu mövzu da aydın olmuşdur sizin üçün. Deməli o zaman ev tapşırığımız nə olacaqdı? Ev tapşırığımız deməli mən 100-ə qədər vermişdim də bərabər təcil hərəkəti. 100-dən axıra qədər bunu işləyərsiniz. Axıra qədər. Bu burada artıq həm qrafiklər, həm orta sürət, çay məsələləri də var. Yəni yeni daxil olan məsələlər var. Məsələn, burada yaxşı, maraqlı məsələlər var. Köhnə topluda olmayıb, burada yeni daxil olan məsələlər var, maraqlı məsələlər var. Xahiş edirəm, onlara diqqətlə yanaşın. Deməli, 174 dənədir. 100-ünü işləmisiniz, daha doğrusu 175 dənə. 75 dənə bu başlıqdan. Bir də orta sürət, hərəkətin nisbiliyi. Və buradan da neçə dənə testdir? 40 neçə dənə olmalıdır. Hə, 41 dənə də buradandır. Deməli, 75, 41. Neçə eləyir? 100 neçə dənə eləyir? 75, 41. 120-yə qədər də təxmini 120 falan belə test işləyəcəksiniz. Bir də dərsimiz olacaq 3-cü gün, yenə eyni vaxtda, saat 10-un yarısında. Yəni dərs vaxtlarımız eynidir müəllimlər. 1-3-5 saat 10-un yarısında. Sizdən xahişim sadəcə odur ki, yəni statuslarınızda paylaşın vaxtlarımızı. Qoyun digər müəllimlər, bilməyən müəllimlər qoşulsunlar da. Bir ay müddətində ən az heç olmasa 4-5 mövzunun həm testi, həm dərs izahı olacaqdır. Dərs bitəndən sonra da inşallah həm PDF-i, həm də qaydını dərsin göndərəcəm. Bir də müəllimlər, PDF o birinci düzxətli, bərabər sürətli və dəyişən sürətli o PDF var ha, onun içində olan PDF-dir. Amma mən biraz bəzi dəyişiklik eləmişəm, ona görə yenidən göndərəcəm. Yəni başlığı birdən görüb deyərsiniz ki, bu köhnə dərsin PDF-idir. Yəni axıra kimi baxın, görəcəksiniz orada. Bugünkü dərsin PDF-idir, ikisi də eyni PDF-in içindədir. Amma yəni təzəsini göndərəcəm də, çünki orada bəzi dəyişikliklər, əlavələr eləmişəm. Belə müəllimlər, mən bu günlük sizə deyəcəklərim bu qədər. Mənə başqa sözünüz, sualınız varmı? Çox sağ olun müəllimə, minnətdarıq. Allah razı olsun. Siz sağ olun. Çox sağ olun müəllimə. Siz sağ olun, təşəkkür edirəm. İnşallah hər biriniz üçün ümid edirəm yararlı olub dərsimiz. Oldu müəllimlər, gecəniz xeyrə qalsın. Xeyrə qarşı, sağ olun. Sağ olun. Sağ olun.